Aleyküm. Ben Rıza Evzəfər Əli Rızaoğlu, Lənkəran rayonunun Boladı kəndindən. Bax. Boladı kəndinin bələdiyyəsi imkan vermədi bu il mənə torpağımı əkməyə. Dövlətin siyasətinin əleyhinə, dövlətin əleyhinə, konstitusyon hüquqlarımızın əleyhinə, əlindən gələn bütün vasitələrdən istifadə edib mənim qarşımı aldı, torpağımı əkməyim deyənə. Çünki bizim ərazidə məndən başqa torpaq əkən yox idi. Bu mənim ərazimə, əkin ərazimə gedən yoldur. Əgər yol demək olarsa buna. Sonra kimi izləyin məni, başqa sübutlar var, başqa dəlillər var, kifayət qədərdir onlar. Bələdiyyənin sədri nəyə görə dövlətimizin siyasətinin əleyhinə gedir, niyə konstitusyon hüquqlarımızı tapdalayır, əzir, kimdir onun arxasında duran, bunları çalışaram izah edeyim. Bu yolla heç bir texnika gəlmək istəmir, heç bir fikri də yoxdur gəlməyə. Su Meliorasiya İdarəsindən qazıntı işlərini aparmaq üçün traktor gətirməli idim, texnika gətizdirməli idim. Onlar bu yoldan, həmən texnika bu yoldan keçə bilmir. Yəni o qədər ağır texnika deyəndə, ki buradan keçmə ehtimalı yoxdur demək olar ki. Bura artıq mənim ailə ərazim, yəni əkin torpağımdır. Baxın, sürdürə bilmədim. Bu təpələr yaydırılmalı idi. Heç nə eləyə bilmədim. Bu təpələri yaydırmalı idim, eləyə bilmədim bunları. Mənim ərazimin hal-hazırki halı, vəziyyəti. Baxın, bu əkin ərazisidir. Dadaşov Salman imkan vermədi əkməyimə. Bu kanal şəxsi ərazimdir. Şəxsi ərazimdən qazdırdım. İcazə verdim qazdırmağa. Ki o boru ilə gedir. Məndən sonra əkin əkənlər var. Onlara su getsin deyənə. Amma o bir qrup orada əkinçi istər fərdi olaraq, istər birlikdə mənim əleyhimə işlər gördülər. Amma mən yenə də bu kanalı bağlamadım. Amma burada su getməlidir. Hal-hazırda görürsünüz ki su yoxdur. Bunun səbəbini deyərəm birazdan. Hal-hazırda mənim ərazim baxın bu vəziyyətdədir. Baxın, nə ot var, nə sürdürə bir torpağı şumlatdıra bilmədim. Sadəcə Dadaşov Salmanın istəyinə görə, onun istəyi belədir ki, bu tərəflərdə əkin əkilməsin. Ondan tələb olunan, dövlətin tələb elədiyi qaydalar başqadır. Amma o dövlətin tələbləri ilə yox, xüsusi adamların tələbləri ilə fəaliyyət göstərir. O xüsusi adamlar da onların planlarında yoxdur. Əkin əkilsin burada. Bu mənim əkin ərazimdir. Bunu düzəltdirə bilməli idim, eləyə bilmədim. Biz də buradan nəzər salaq öz ərazimə. Baxın. Bu boyda ərazi son 10 ildə ilk dəfə əkə bilmədim. Səbəbləri Dadaşov Salmanda. Bu da Dadaşov Salmanın deməli elədiyi iş. Bu su ötürücü kanaldır. Bunu balıq təsərrüfatı kimi qələmə verəcək və özü üçün bunu rəsmiləşdirər. Baxın, bu kanalın suyu birbaşa mənim ərazimdən gedir və mənə gələn su buradan gəlir. Baxın, bu Dadaşov Salmanın elədiyi xainlik. Bu xainlik deyir və nədir? Suyun qabağını kəsən nə olur? Baxın, deməli bunu Dadaşov Salman şəxsən elətdirir. Bu ərazi bələdiyyənin ərazisidir. Onun şəxsi nəzarətindədir. Bu kanalın da uzunluğu buradan sonra ən azı 1000 metrədir. Deməli, bizim əkin ərazilərinin 50% bu kanalın suyu ilə qidalanır. Və bu suyun qabağını alıb. Dadaşov Salman şəxsən bunu elətdirib.